Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak ediblər. BMT-nin baş katibi Antonio Guterres dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb. Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. Birlikdə daha yaxşı 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-na dək davam edəcək. Prezident İlham Əliyev Nyu-Yorkda BMT-nin qərargahında Finlandiya, Kenya və İraq prezidentləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Ermənistan sülh prosesi, ikitərəfli əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Finlandiya və İraq prezidentləri Vaşinqtonda əldə olunan razılaşmaya görə Azərbaycanı təbrik ediblər. Kenya ilə isə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Sentyabrın 23-də Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Finlandiya, Kenya, İraq prezidentləri ilə görüşlər keçirib. Finlandiya prezidenti Aleksandr Stubb Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşma münasibəti ilə təbriklərini çatdırıb və regionda sülhə dəstəklərini ifadə edib. İlham Əliyev isə bu prosesdə Finlandiyanın ATƏT sədrliyinin rolunu vurğulayıb. Kenya prezidenti William Ruto ilə görüşdə Azərbaycan-Kenya münasibətlərinin inkişafı, qarşılıqlı səfərlərin və enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. İraq prezidenti Əbdüllətif Camal Rəşid də sülh prosesinə dair təbriklərini çatdırıb. İlham Əliyev isə ABŞ prezidenti Donald Trumpın bu prosesdə rolunu xüsusi qeyd edib. Görüşlərdə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda orta dəhliz boyunca bağlantı, maliyyə və enerji mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunda Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinin əsas məqsəd olduğunu vurğulayıb. O bildirib ki, orta dəhliz vasitəsilə yük daşımanın artırılması üçün Bakı limanı və dəmir yolu layihələri aktiv şəkildə inkişaf etdirilir. 2026-cı ildə tamamlanacaq Bakı-Zəngilan Ermənistan sərhədi dəmir yolu, eləcə də Zəngəzur segmentində işlər davam edir. Hikmət Hacıyev qeyd edib ki, regionda sabitlik və rifahın təmin olunması üçün bütün imkanlar səfərbər edilir və Azərbaycan müharibədən sonra sülhü bərqərar etməyə çalışır. Xəbərlərimiz davam edir. 68 günlük məhkəmə çəkişməsindən sonra Rıza Cədidi ailəsi Əhər Vətəndaşlıq Dairəsi İdarəsinə yeni doğulan uşaqlarına Əlihan adı üçün doğum haqqında şəhadətnamə verməyə məcbur ediblər. Bu barədə uşağın atası Rıza Cədidi Balamın adı kampaniyasına danışıb. Oğlumuz 2025-ci ilin iyulun 15-də dünyaya gəlib və ona Əlixan adını seçmişik. Ancaq Əhər Vətəndaşlıq Dairəsi işçiləri bu adı qeydiyyata almaqdan imtina etdilər. Bundan sonra biz vətəndaşlıq qeydiyyatı haqqında qanunun 20-ci maddəsinə əsasən yalnız İslam dininin müqəddəsliklərini ləkələyən, təhqir edici və ya şəxsin cinsinə uyğun gəlməyən adların qadağan olunduğunu bildirərək məhkəməyə şikayət etməyə məcbur olduq. Avqustun 30-da Əhər Sülh Məhkəməsinin 1-ci şöbəsi Vətəndaşlıq Qeydiyyatı İdarəsini qınadı və övladımıza Əlihan adı ilə doğum haqqında şəhadətnamə verməyi əmr etdi. Məhkəmənin qərarına baxmayaraq Əhər Vətəndaşlıq Qeydiyyatı məmurları doğum haqqında şəhadətnamələrin verilməsinə mane oldular və Tehrandan razılıq almalı olduğunu dedilər və nəhayət şənbə günü 68 gündən sonra övladımıza doğum haqqında şəhadətnamə verdilər deyə Rıza Cədidi bildirib. Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkçə olmayan adlar seçməyə məcbur olurlar.
23 sentyabr İranda yeni tədris ilinin başlanması münasibətilə Təbriz, Urmiya, Ərdəbil və başqa bir neçə şəhərdə İranda 100 illik Apartheid adlı kampaniya keçirilib. Bu haqda yerli mənbələr paylaşım ediblər. Kampaniya təşəbbüsçüləri İranda qeyri-fars dillərinin tədrisinə qadağanın davam etdiyinə diqqət çəkib. Həmin gün 23 sentyabr Azərbaycanlı sosial media kanalları və fəallarından bütün paylaşımlarının Azərbaycan dilində edilməsini istəyiblər. Onlar yeni tədris ilində də fars dilinin hegemonluğunun davam etməsindən narahatlıqlarını bildirib, qeyri-fars dillərinin tədrisi ilə bağlı verilən vədlərin yalan çıxmasına diqqət çəkiblər. Bu günə kimi prezident və parlament seçkiləri ərəfəsində mədəni hüquqlarla bağlı qeyri-fars xalqlarına verilən vədlərin heç biri özünü doğrultmayıb. Təcrübəyə əsasən bunun qarşıdakı illərdə də reallaşacağı inandırıcı deyil. Kampaniya təşəbbüsçülərinin paylaşımında bildirilib. Onlar mədəni hüquqlarla bağlı vədlərin reallaşacağının əsaslandırılması üçün İran konstitusiyasının da dəyişdirilməsinin vacibliyini vurğulayıblar. İndiki konstitusiyada qeyri-fars dilləri ilə bağlı olan 15-ci maddə konkret və şəffaf deyil. Burada qeyri-farsların dillərinin tədrisi deyil, onun məhdud şəkildə öyrənilməsi nəzərdə tutulub və bu xüsusən ölkə cəmiyyətinin əhəmiyyətli hissəsinin təşkil verən azərbaycanlılar türklər üçün təhqirdir. Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkiyan seçki qabağı təbliğat kampaniyası və çıxışında ölkədə qeyri-fars dillərinin tədrisi barədə vədlər versə də, bu günə kimi bu istiqamətdə heç bir addım atılmayıb. Bununla yanaşı, fars dili və ədəbiyyatının inkişafı məqsədi ilə yeni büdcə ilində Fars Dili Akademiyasının büdcəsi daha da artırılıb. Pandemiya dövründə ölkədə koronavirusa yoluxma səbəbindən 700 min nəfər həyatını itirib. Bunu İranın yarımrəsmi xəbər onlayn saytı keçmiş prezident İbrahim Rəisinin müavini Möhsün Mənsuriyə isnadən yazıb. Bundan əvvəl İran Səhiyyə Nazirliyi koronavirusdan ölənlərin ümumi sayının 145.534 nəfər olduğunu bildirmişdi. Qeyd edək ki, pandemiya dövründə də bəzi mütəxəssislər İranda ölü sayının rəsmi statistikada elan ediləndən bir neçə dəfə çox olduğunu bildirirdilər. Bunun əsas səbəblərindən biri İran rəhbəri Əli Xameneyinin qərbdən koronavirusa qarşı vaksin və dərmanların vaxtında gətirilməsinə icazə verməməsi olub. Əli Xameneyinin bu qərarına etiraz edən bir neçə tanınmış tibb işçisi və vəkil, o cümlədən Azərbaycanlı hüquqşünas Məhəmməd Rıza Fəqihi həbs edilib. İranın Şiraz, Kərəc, İsfahan, Taybat, Kirmanşah və Borazşan şəhərlərinin həbsxanalarında 13 məhbus dar ağacından asılıb. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Grossinin sözlərinə görə İran hökumətinin uran ehtiyatını zənginləşdirmək üçün lazım olan sentrifüqaları yaratmaq üçün hələ də imkanları var. O, Tehranın hələ də 60% zənginləşdirilmiş uran ehtiyatını yoxlamaq üçün giriş icazəsi vermədiyini bildirib. Görünür, onlar bu materialların hələ də növbəti hücumların hədəfi ola biləcəyini düşündükləri üçün nüvə ehtiyatlarını ciddi qoruyurlar. Agentliyin baş direktoru xəbərdarlıq edib ki, bu ehtiyatları 90% zənginləşdirməyə çatdırmaq üçün aylar və ya illər deyil, bir neçə həftə lazım olacaq. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı mini keçib, onlardan 28-i qadındır. İranda edamların dəhşətli statistikasına dair yeni hesabat açıqlanıb. İnsan Haqları Təşkilatlarının yaydığı məlumata görə bu ilin yanvarın 1-dən sentyabrın 24-nə qədər İran həbsxanalarında azı 1012 nəfər edam edilib. Bu, son 30 ilin eyni dövrü ilə müqayisədə rekord göstəricidir. Məlumata görə bu son 30 ildə ölkədə bu müddət ərzində qeydə alınan ən çox edam sayıdır. Edam edilənlərin 50% narkotik maddələrin alveri, 43% isə adam öldürmə, 1% casusluq və qalanları isə müxtəlif cinayətlərdə günahlandırılıblar. Edam edilənlərin 28-i qadındır. Hesabata görə İranın rəsmi mediası edam edilənlərin yalnız 11% barədə məlumat verib. Davam edirik. İranda 71 deputat İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasını ölkənin müdafiə doktrinasına yenidən baxmağa çağırıblar. Məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı informasiya vasitəsi yayıb. Onlar qeyd edib ki, İranın rəhbəri Əli Xameneyi nüvə silahının istehsalı və istifadəsinin qadağan edilməsi haqqında fətva verib. Ancaq onun hazırlanması və çəkindiricilik məqsədi ilə toplanması tamam başqa məsələdir. Deputatlar buna görə də İranın müdafiə doktrinasına yenidən baxılmasını tələb ediblər. Onların qənaətincə 12 günlük İran-İsrail müharibəsindən sonra ölkə ictimaiyyətinin atom siyasətinin yaradılmasına dəstəyi əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, İran parlamentinin 290 üzvü var. İran iyunda İsrail ilə 12 günlük müharibə zamanı dağıdılmış raket istehsalı obyektlərini bərpa etməyə başlayıb. Ekspertlər hesab edirlər ki, İsrail ilə müharibənin yenidən baş verə biləcəyinə inanan İran üçün raket proqramının bərpası həyati əhəmiyyət daşıyır. İyundakı müharibə İranın hava hücumundan müdafiə sistemlərini sırada çıxardığından raketlər ölkənin əsas çəkindirici vasitələrindən birinə çevrilib. Raket mütəxəssisləri bildiriblər ki, qarışdırıcıların əldə olunması Tehranın əsas məqsədlərindəndir. Bu, xüsusilə də ayın sonunda İrana qarşı BMT sanksiyalarının bərpa ediləcəyi ilə ehtimalı fonunda daha vacib görünür. Həmin sanksiyalar raket proqramının inkişafını məhdudlaşdırmağa yönələcək. İranın raket istehsalı bazaları Tehrana yaxın Xucir və Parçində, həmçinin paytaxtdan təxminən 350 km şimal-şərqdə yerləşən Şahrudda yerləşir. İsrail ötən ilin oktyabrında bu obyektlərin hamısını bombalayıb. Ekspertlərin fikrinə görə, iyun döyüşləri zamanı İsrailin hücumları məhz raket yanacağının bərabər şəkildə qarışdırılmasını təmin edən avadanlıqların yerləşdirdiyi binaları hədəf alıb. Zərbələr həmçinin qarışdırıcıların istehsalına yararlı müəssisələri də əhatə edib. Yeni peyk görüntüləri Parçin və Şahrud obyektlərində bərpa işlərinin aparıldığını təsdiqləyib. Parçində bəzi binaların təmir prosesində olduğu görünür. Mütəxəssislər hesab edir ki, Tehranın sürətli bərpa işləri İranın raket proqramına verdiyi prioriteti nümayiş etdirir. Bombalanmış nüvə obyektlərində bu səviyyədə bərpa işləri müşahidə olunmur. 12 günlük müharibədə İsrail və ABŞ-nin hava zərbələrindən sonra İslam Respublikası hələ də nüvə silahı proqramını inkişaf etdirmək qabiliyyətini saxlayır. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi deyib. Grossinin sözlərinə görə İran hökumətinin uran ehtiyatını zənginləşdirmək üçün lazım olan sentrifüqaları yaratmaq üçün hələ də imkanları var. O, Tehranın hələ də 60% zənginləşdirilmiş uran ehtiyatını yoxlamaq üçün giriş icazəsi vermədiyini bildirib. Görünür, onlar bu materialların hələ də növbəti hücumların hədəfi ola biləcəyini düşündükləri üçün nüvə ehtiyatlarını ciddi qoruyurlar. Agentliyin baş direktoru xəbərdarlıq edib ki, bu ehtiyatları 90% zənginləşdirməyə çatdırmaq üçün aylar və ya illər deyil, bir neçə həftə lazım olacaq. Fransa prezidenti Emmanuel Macron İranın bütün nüvə öhdəliklərini pozduğunu qeyd edərək gələcək saatların İran üçün həlledici olacağı barədə xəbərdarlıq edib. O, bu barədə BMT Baş Assambleyasında çıxışında deyib. İran ya hərəkətə keçməli, sülh və sabitlik yoluna qayıtmalı və Beynəlxalq Atom Enerjisi Agentliyinə öz işini görməsinə icazə verməlidir, ya da sanksiyaların qaytarılması ilə üzləşməlidir, deyə o bildirib. Macron onu da əlavə edib ki, regionda sülh yalnız İranın qismən məhv edilmiş nüvə proqramı tamamilə nəzarət altına alındıqda mümkündür. Macron çərşənbə günü İran prezidenti Məsud Pezeşkanla görüşəcəyini bildirib. Davam edirik. Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyə hazırdır, lakin ciddi hazırlıq olmadan belə danışıqlar uğursuzluğa məhkumdur. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Putin öz mövqeyini aydın şəkildə bildirib. O görüşə hazırdır, lakin dəqiqləşdirib ki, mənası yalnız tərəflər ekspert səviyyəsində hazırlıq apardıqda olacaq. Bunsuz görüş daha çox PR aksiyasıdır, uğursuzluğa məhkumdur, deyə Peskov vurğulayıb. O həmçinin əlavə edib ki, Kiyev tənzimləmə üzrə danışıqlar çərçivəsində işçi qrupları yaratmaq istəyi göstərməyib. Peskov həmçinin Kiyevin görüşü İsveçrədə və ya Avstriyada keçirmək təkliflərini tənqid edib, onları qəbul olunmaz variantlar adlandırıb və Volodymyr Zelenskinin Moskvaya gəlməkdən imtina etməsi təəccübünü bildirib. Amerika prezidenti Donald Trump Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək və Ukraynaya yeni silah sistemləri vermək variantını özündə saxlayır. Bunu Amerika dövlət katibi Marco Rubio deyib. Dəfələrlə bəyan etdiyi kimi onun lazım gələrsə Rusiya əlavə iqtisadi xərclər qoymaq, bu münaqişəyə son qoymaq imkanı və variantları var, Rubio deyib. O bildirib ki, Trumpın Ukraynaya müəyyən şəraitdə müdafiə sistemləri və potensial hücum vasitələri satmaq imkanı var. İsrail və Suriya iki ölkə arasında dislokasiya barədə razılaşma əldə etməyə yaxındılar. Bu barədə BMT Baş Assambleyası çərçivəsində Amerikanın Suriya üzrə xüsusi elçisi Tom Barak bildirib.
Suriya və İsrail razılaşma üzərində danışıqlar aparırlar. Bu razılaşma Dəməşqin ümid etdiyi kimi İsrailin Suriyaya zərbələrinin dayandırılmasına və İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasına gətirib çıxaracaq. Bu, iki ölkənin müzakirə etdiyi təhlükəsizlik müqaviləsinə gedən ilk addım ola bilər deyə o bildirib. Barakın sözlərinə görə razılaşma çərçivəsində İsrail Suriyaya zərbələr endirməyi dayandırmağı, Suriya isə İsrail sərhədində ağır hərbi texnikanı yerləşdirməməyi öhdəsinə götürür. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.